durub desə mənim oğlum məmurdur və ya hansısa vəzifəlidir, şəhid atası bir kəlmə söz deyir, mənim oğlum şəhiddir. Burada heç kim danışa bilməz. Heç kim, heç bir vəzifə, heç bir rütbə şəhidin qabağında danışa bilməz. Şəhid valideyninin qabağında danışa bilməz. Bugün hamımızın qarşısında bir daha baş əyirəm. Allah'tan şəhidlərimizə, rəhmət, qazilərimizə şəfa diləyirəm. Şəhid ailələri, düzdür, sizə ağlama demək olmaz. Siz şəhid üçün ağlamırsınız, siz yoxluq üçün ağlayırsınız. Çünki böyütdüyünüz, boya başa çatdığınız övladları düzgün yanınızda yoxdur. Onun üçün göz yaşlı yoxdur. Şəhidlik məqamı cənnət məqamı deməkdir. Ən böyük dərcə, ən böyük zirvə deməkdir. Onun üçün kim ağlayar ki? Bu dünya oyun oyuncaqdan başqa heç bir şey deyil. Bu dünyadan köçəndə şərəflə köçmək lazımdır. Qeyrətlə köçmək lazımdır. Bugün hər kəsin bir əcəli var. Bilmək olmaz bəlkə, buradan gedəcək, biz elə özümüz də başımıza bir iş gələcək. Amma əsas odur ki, bu dünyadan belə kötəsən, şəhid adıyla kötəsən. Valideynin adını həmişə uca tutasan. Rəhmətə gedirsən, valideynin əsrlərlə yaşayır. Sən yaşayırsan, valideynin adı əsrlərlə yaşayır.